أفغير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. Assalamu aleykum və rahmetullahi və barakatuh. Dəyərli bacı və qardaşlarım. Bu, İslamı seçməyimin səbəblərindən danışdığım silsilənin 3-cü bölümü olacaq. Bu bölümdə İslamın ədalət dini olması haqqında danışacağım. Bu din müsəlmanları zülmə qarşı dayanmağa təşviq edir. Mən İsveçdə böyümüşəm və zülmə, haqsızlığa qarşı çıxmaq üzərində tərbiyə olunmuşam. Mən zülmə dözə bilmirdim. Əgər böyük birinin kiçiyə zülm etdiyini görsəydim, dərhal müdaxilə etmək istəyirdim. Zülmə göz yummaq mənim üçün mümkün deyildi. Təhsil aldıqca və tarixi öyrəndikcə, Qərb dövlətlərinin keçmişi haqqında daha çox məlumat əldə edirdim. Mən özüm də onlardan biri idim. Birinci və İkinci Dünya müharibələri, böyük dövlətlərin digər ölkələri müstəmləkəyə çevirməsi, qətliamlar, soyqırımlar, insanların sürgün edilməsi, bütün bunlar Qərb dövlətlərinin əməlləri idi. İnsanlara bəllidir ki, Hitler Birinci Dünya müharibəsində nələr edib? Hər tərəfdə zülm, qətl, soyqırım, sürgünlər var idi. SSR, faşizm və Qərb dövlətlərinin çoxu buna misal idi. Dünyada indiyədək dinc əhaliyə qarşı nüvə silahı işlədən yeganə dövlət də Qərb dövlətidir. Bu haqsızlıqları sevmirdim. Xüsusilə soyqırımlar, insanların köləliyə məcbur edilmələri, mən bunlara dözə bilmirdim. 2002-ci ildə isə anladım ki, bu dövlətlərin diqqəti İslama və müsəlmanlara qarşı yönəlib və onu da terrorla mübarizə adlandırırdılar. Lakin əslində müharibə terrorçulara qarşı deyil, günahsız dinc sakinlərə qarşı aparılırdı. Onlar heç kəsə hücum etməmiş. Sadəcə öz evlərində yaşayan dinc əhali idi. Öz-özümə sual verməyə başladım. Niyə İslama bu qədər nifrət edirlər? Bu qədər böyük haqsızlıqlar törətmiş dövlətlər niyə görə İslamı sevmirdilər? Müsəlmanlardan nə var idi ki, onlara qarşı bu qədər düşmən münasibət bəsləyirdilər? İslamda nə var idi ki, onlar İslamı sevmirdilər? Mən Qərb dövlətlərində çox qəribə bir ikiyüzlülük və nifaq müşahidə edirdim. Onlara yer üzündə fəsad törətməyin deyildiyi zaman, biz ki, ancaq islah edənlərik deyirdilər. Deyirdilər ki, biz sülh ilə gəlmişik, biz islah edicilərik. Lakin tarix və faktlar bunun əksinə şahidlik edirdi. Elə həmin vaxt Fələstin xalqının ikinci müqaviməti başlamışdı. Mən bu müqavimətlə maraqlanmağa başladım. Hər gün dinc Fələstinlərin qətlə yetirildiyini, həbs edildiyini, onlara zülm edildiyini görürdüm. Bu hadisələri izlədikcə Fələstin xalqına olan rəğbətim artdı. Onların İslama möhkəm bağlı olduğunu gördüm. Məhz bu da həddini aşmış zalımlara qarşı dayanmağa onlara güc verən əsas səbəb idi. Bu da mənim İslamı seçməyimə təsir edən əsas səbəblərdən biri oldu. Subhanallah, tarix yenidən təkrarlanır. Bugün yenə biz Fələstində bir soyqırımın, bir xalqın sistemli şəkildə məhv edilməsinin şahidi oluruq. Amma buna baxmayaraq, Fələstinlilər hədlərini aşmış zalımların, qatillərin qarşısında sınmır, dirəniş göstərirlər. Bugün Qərbdə yaşayan insanlar medianın təqdim etdiyi xəbərlərə baxmırlar. Həqiqi İslamla tanış olurlar, çoxları da sonra onu qəbul edir. Necə ki, 20 il əvvəl mənim başıma gələn, bugün onlarla insanın başına gəlir. Allaha həmd olsun. Biz bu böyük dini insanlara tanıtmalıyıq. Biz onların etdikləri zülmləri üzə çıxarmalıyıq. Onlar özlərini islah edənlər kimi göstərmək istəyirlər. Allaha and olsun, onlar islah edənlər deyil, fəsad törədənlərdir. Bizi bu dinə yönəldən Allaha sonsuz həmd olsun. Əziz qardaş və bacılarım, kanalımıza abunə olun, bəyənin, paylaşaraq əzizlərinizi də faydalandırın. Xeyrə yol göstərən həmin xeyri etmiş kimidir. وَرُؤْيَةِ وَجْهِهِ الْمُنَزَّهِ عَنِ التَّمْثِيلِ وَالتَّشْبِيهِ كَمَا تَرَى الشَّمْسَ فِي الظَّهِيرَةِ وَالْقَمَرَ لَيْلَةَ